Gəlin blok tipində bir sualın izahına baxaq. Deyir, nümunədə qafiyənin hansı növündən istifadə olunub? Alıbdır canımı hicran, olubdu gözlərim giryan. O məhvəş nazənin canan, niçin gəlməz, niçin gəlməz? Burada biz bilirik ki, qafiyənin növləri zəngin qafiyə, natamam qafiyə, yoxsul qafiyə həm də adlanır. Cinas qafiyə, çarpaz qafiyə, daxili qafiyə kimi növləri var. Və bəzən testlərə düşür ki, qafiyə sadəcə sözün sonunda işlənir. Amma biz bilirik ki, bir daxili qafiyə sözün ortasında da işlənə bilir. Burada hicran, canan, beytin deməli, daxilində verildiyinə görə qafiyələrimiz cavab olacaq burada daxili qafiyə.